Bu iki sektor faiz artımından birbaşa pul qazanmasa da müdafiə xarakterli olduqları üçün qaliblər sırasındadır. İqtisadiyyatda qasırğa qopanda batmayan yeganə gəmilər bunlardır. İnflyasiya 10% olanda, kredit faizləri 15%-ə çatanda iqtisadi böhran başlasa da, insanlar səhər oyananda dişlərini fırçalamalı, sabundan istifadə etməli, çörək almalı və körpələrinə qida verməlidirlər. Bu qeyri-elastik tələbdir. Procter & Gamble, Unilever, Coca-Cola, Walmart kimi nəhənglər bu sektorun əsas oyuncularıdır. Eyni məntiq səhiyyə sektorunda da aiddir. Heç kim faizlər qalxdı deyə xərçəng müalicəsini, diabet dərmanını və ya təcili əməliyyatlarını təxirə salmır. Daha da önəmlisi, bu şirkətlərin gücü, qiymət təyin etmə gücü var. İnflyasiya səbəbindən istehsal xərcləri artanda bu şirkətlər məhsulun qiymətlərini rahatlıqla qaldırırlar. Onlar bilirlər ki, müştəri şikayət etsə belə o dərman vasitələrini, o çörəyi məcburən alacaq. Beləliklə xərcləri birbaşa istehlakçıya ötürərək öz mənfəət marjalarını qoruya bilirlər. Ağıllı investorlar fırtınalı dövrlərdə texnologiya səhmlərini satıb, kapitallarını bu cür təhlükəsiz limanlara yönləndirirlər.